أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا قد جاءكم برهان من ربكم قد جاءكم برهان بكم وأنزلنا إليكم نورا مبينا. فأما الذين اعتصموا به فسيدخلهم في رحمة منه وفضل ويهديهم إليه صراطا مستقيما. يستفتونك قل الله يفتيكم في الكلالة إن امرؤ هلك ليس له ولد وله أخت فلها نصف ما ترك وهو يرثها إن لم يكن لها ولد فإن كانت اثنتين فلهما الثلثان مما ترك وإن كانوا إخوة رجالا وإن كانوا إخوة رجالا ونساء فللذكر مثل حظ الأنثيين. يبين الله لكم أن تضلوا
والله بكل شيء عليم. صدق الله العظيم. Çox dəyərli Minbər TV izləyənlər, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun. Çox böyük, o qədər də qısa bir Ramazanın artıq sonlarına doğru gəlməkdəyik. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, Ramazanın son 10 gününün tək günlərində Qədr gecəsini axtarın. Biz də bugün bu səbəblə buraya çox dəyərli ilahiyyatçımız olan, dəyərli hədis alimi Rüfət Şirinov müəllimi dəvət eləmişik. Rüfət müəllim, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Xoş gördük Araz müəllim, təşəkkür edirəm. Minnətdaram. Allah razı olsun. Qədr gecəsinin olma ehtimalı olan günlərin ərəfəsindəyik, Rüfət müəllim. Ümumiyyətlə, hər birimizə maraqlı olardı ki, Qədr gecəsi nədir, əhəmiyyəti nədən ibarətdir? Çünki insanımızın arasında Qədr gecəsini axtaranlar var, Qədr gecəsini axtarmayanlar var. Onların arasında bir fərq var. Bir onları bir-birindən ayıran bir nüans var ki, biri əhəmiyyətini bilir, digəri bilmir. Əhəmiyyəti nədən ibarətdir Qədr gecəsinin? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala Rasulina Muhammed və ala alihi və sahbihi ecmain. Mən də öncəliklə dəyərli Minbər TV izləyicilərimizi salamlayıram. Allahın rəhməti, bərəkəti üzərimizə olsun. Sizə də təşəkkür edirəm dəvətinizə görə. Qeyd etdiyiniz kimi Ramazanın artıq sonuna doğru yaxınlaşmışıq. Həm sevincliyik, həm kədərliyik. Sevincliyik ona görə ki, Allah bizi bu aya qovuşdurdu. İnşallah etdiyimiz ibadətlər, tutduğumuz oruçlarımız Allah qəbul edər və inşallah bizi bayrama çatdırar. Üzüntülüyük ona görə ki, çünki Ramazan kimi Allahın bizə vermiş olduğu bir fürsət artıq bu ildə yekunlaşmış olur. Növbəti ilə kimin çatacağı, kimin çatmayacağı bəlli deyil. Yenə də duamız inşallah Allah növbəti Ramazana da bizi çatdırmış olsun. Ramazan ay etibarilə zaten diğer aylar arasında seçilən bir aydır, fərqlənən bir aydır. Onu fərqləndirən də burada oruç ibadətin olması deyil, Quran-ı Kərimin bu ayda enmiş olmasıdır. Bu baxımdan bəzi gecələr, bəzi günlər, bəzi məkanlar var ki, Uca Rəbbimiz onlara xüsusi bir əhmiyyət verir. Misal üçün, şəhərlər arasında Məkkənin bərəkətli qılındığı, Quran-ı Kərimdə Bəkkə deyə keçir, oranın daha dəyərli olduğunu söylüyor. Peyğəmbərlər arasında ulul əzm peyğəmbərlər var. Həzrət Muhammed sallallahu aleyhi və səlləm son peyğəmbərimizin deyən peyğəmbərlərdən daha üstün olduğu qeyd olunur. Bu baxımdan bəzi məsələn aylar arasında Ramazan ayının digər aylara nisbətən daha üstün olduğu söylənir. 11 ayın sultanı olaraq qeyd olunur. Günlər, gecələr arasında da bəzi gecələr var ki, həqiqətən Allah o gecəyə xüsusi əhmiyyət verir, xüsusi dəyər verir. Bu Rəbbimizin insanlara sanki vermiş olduğu müəyyən fürsətlərdir. Bir növ o gecələri, o günləri, o məkanları ziyarət edərək, o günlərdən istifadə edərək Rəbbimiz bizim daha çox ona yaxınlaşmağımızı istəyir, tələb edir. Biz də bu günləri, bu gecələri məhz bu niyyətlə dəyərləndirməliyik, dəyərləndirməyə çalışmalıyıq. Ramazan ayında da əlbəttə hər günü, hər gecəsi çox dəyərlidir digər günlərə nisbətən. Amma xüsusilə İslam mədəniyyətində, İslam ədəbiyyatında Qədir gecəsi olaraq qeyd olunan bir gecə var. Və bu gecənin adı Quran-ı Kərimdə birbaşa qeyd olunan bir gecədir. Bizim ədəbiyyatımızda da Leylə-i Qədir, Qədir gecəsi olaraq keçilir. Məna olaraq qədir qiymət bilmək biz el arasında da onu istifadə edirik. Dəyərli olduğunu göstərmək üçün bu adla adlandırıldığı söylənir. Bu günə, bu gecəyə dəyər verən ən önəmli xüsus Araz müəllim, o gecədə Quran-ı Kərimin nazil olmuş olmasıdır. O gecədə Quran-ı Kərimin Həzrət Peyğəmbərə ilk vəhyin
Alaq surəsinin ilk 5 ayəsi bilirik. O gecədə endirildiyi, nazil olmağa başlandığı söylənir. Hətta başqa surədə də biz Qurani Kərimi mübarək bir gecədə endirdik deyir. Qədir surəsində də, Qədir surəsində də, yəni adla bir surədə var. İnna ənzəlnahu fi leylətil qadr. Biz onu Qədir gecəsində nazil etməyə başladıq. Bu baxımdan bu gecəyə dəyər verən ən önəmli xüsus Qurani Kərimin insanların həyat rəhbəri olan, bizə həyatımızın rəngini öyrədən, həyatımızın necəliyini bizə öyrədən, bizə necə belə deyək, Allahın qarşısında və ya Allahın tələb etdiyi insanlıq profilinin necə olmasını göstərən Qurani Kərimin məhz bu gecədə nazil olmağa başlaması ona dəyər qatır. Hətta belə ifadə də var. Qurani Kərim Qədir gecəsində indiyinə görə çox dəyərli bir gecə oldu və Qurani Kərim Həzrət Peyğəmbərə nazil olduğuna görə də Peyğəmbərlər arasında çox dəyərli bir Peyğəmbər oldu. Biz də əgər bunun mahiyyətini bilərək, dərk edərək, o Quran ayının və Quran gecəsinin fürsət bilərək Quranla keçirməyə çalışsaq, Quranımızı özümüzə belə deyək, həyatımıza yansıtmağa çalışsaq, biz də Allahın izni ilə dəyərli olmuş olaraq. Yəni, İslam ədəbiyyatında Qədir gecəsinin olması bizə verilən dəyəri göstərir. Biz də onun qarşılığında o gecəni xüsusi şəkildə qarşılamalıyıq. Məsələn, günlər arasında cümə günü, həftənin cümə günü İslam ənənəsində həqiqətən digər günlərdən fərqləndirilən bir gündür. Hətta İslam mədəniyyətində müsəlmanların bayram günü olaraq, istirahət günü olaraq da qeyd olunur. Bu məqamda bir söz soruşum. Necə edə bilərik ki, o gecədən səmərəli şəkildə istifadə etmiş ola bilək? Məsələn, nə eləyə bilərik? Bu, daha aydın şəkildə bizə desəz, məsələn, gecənin hansı qismində ibadət eləməyə başlaya bilərik? Bir müddət keçəndən sonra insan ola bilər ki, müəyyən yorğunluq baş verə bilər, insan yuxuya üz tuta bilər və adam istəyir ki, ayıq qalsın. Və ayıq qalmaq baxımından da deyir ki, ancaq ayıq qalmağı düşünür, ona odaqlanır və bu zamanda gedir, heç ibadətlə əlaqəsi olmayan işlərlə məşğul olur. Nə edə bilərik? Bunu biraz açıqlasanız. Əslində, buraya keçmədən, biraz mən giriş mahiyyətində bu gecənin nə vaxt olduğuna da bir təmas etmək lazımdır, Araz müəllim. Siz də əslində qeyd elədiniz, vurğuladınız. Bəzi dəyərli vaxtlar var ki, Rəbbimizin hikməti onu insanlara birbaşa bildirmir. Məsələn, cümə günündə elə bir saat var ki, o saatda duaların qəbul olduğu, belə deyək də, zəmanətlə bildirilən bir vaxtdır. Amma biz onu bilmirik. Məsələn, İsmi Azamla əlaqəli Əsma-i Hüsna arasında hansının olduğunu biz bilmirik. Ona görə biz Allahın gözəl isimləri ilə Allaha dua edin, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Eyni şəkildə Qədir gecəsi də əslində hansı gecə olduğu məşhuldur. Bu baxımdan Peyğəmbərimizin fərqli rəvayətləri var. Son 10 günün tək günləri və ya bəzi rəvayətlərdə son 7 günün, 5 günün, hətta 3 günün tək günləri olaraq qeyd olunur. Bu, əslində, Ramazanın bütün ay boyu bu niyyətlə, bu məqsədlə mən Qədir gecəsində təsadüf edərəm, niyyəti ilə keçirməyimizin bir tələbidir. Yəni, hətta deyirlər ki, hər gecəni Qədir, hər keçəndə Xızır bil deyə bir ifadə var. Biz Ramazanın hər gecəsini əslində ibadətlə keçirməliyik, dualarla keçirməliyik. Hər gecəni Qədir niyyəti ilə o ab-ı havada keçirməyə çalışmalıyıq. Hətta Rasulullah sallallahu aleyhi və səlləmin məlum Həzrət Ayşədən də gələn rəvayətdə son 10 günlüyündə daha çox ibadətə özünü həsr etdiyi, hətta İslam mədəniyyətində etikaf deyə bir anlayış var. Bu etikaf sadəcə ibadətlə məşğul olmaq üçün dünyəvi bəzi istəklərdən kənarlaşmaq, özünü ibadətə həsr etmək və o günlərdə Qədir gecəsinə təsadüf etmək. Bu gecədə nə etmək lazımdır? Əlbəttə, el arasında bəzən belə yanlış səhv başa düşürmələr də olur. Əsas olan nədir? O gecədə ayıq qalmaq. Xeyr, əsas olan o gecədə ayıq qalmaq deyil. Əgər siz o gecədə seriala baxacaqsınızsa,
internette gezeceksinizsə və ya küçədə gedib söhbət eləyəcəksinizsə, ondan sonra gedib yatmaq daha faydalıdır. Bu gecədə ayıq qalmağın əsas məqsədi daha çox ibadətlə məşğul olmaq. Hansı ibadətlərlə məşğul olmalıyıq? Süfyan Səvrinin bir ifadəsi var. Deyir, Qədir gecəsində dua və istiğfarla məşğul olmaq namaz qılmaqdan mənə daha sevimlidir. Bu namazın əhəmiyyətsiz olduğu mənasına gəlməməlidir. Dolayısıyla insan özünü yormadan, hətta bəzi alimlər deyir ki, təravih namazını qılıb belə əgər istirahətə çəkilsə, o belə o gecəni ehya etmiş sayılır. Çünki biz Ramazana məxsus olaraq təravih namazını qılırıq və o niyyətlə biz əgər qılsaq ki, bu gecə Qədir gecəsidir və mən namazla vaxtımı keçirdim, ondan sonra dua ilə vaxt keçirdim, o daha faydalı olar. Hətta Şibli Həzrətlərinin olmalıdır, səhv eləmirəmsə, bir gecə oğlu ilə bərabər ibadətə qalxır. Sədi Şirazidə ola bilər, tam dəqiq yadımda deyil. Allah dostlarından biri. Atası ilə namaza qalxır, gecə ibadətinə və biraz da yaşı gənc olur. Ətrafı baxır, deyir ki, atacan deyir, bax deyir, biz namaza qalxmışıq. Amma insanların işıqları sönülüdür, yanmır. Onlar namaza qalxmayıblar. Həzrət deyir ki, kəşkə sən də yatıb qalsaydın, qalxmasaydın. Yəni, insanların ibadətlərini gözətləməkdənsə, onları, ya bax, mən gecə qalxdım, ehya elədim. Mən bu gecəni səhər qalxıb insanlara izah edir ki, mən gecəni namazla keçirdim, Quran oxudum filan. Bunları deməkdənsə, bir insanın o gecəsini, təravihini qılıb, namazını qılıb yatması daha yaxşıdır. Çünki o özünə məxsus olan bir vaxt dilimidir. Tövsiyə olunur bu gecədə varsa qəza namazları, nafilə namazları qılınması. Qədir gecəsinə məxsus ədəbiyyatımızda hər hansı bir namaz keçmir. Yəni Qədir gecəsi namaz deyə namaz keçmir. Amma ənənə olaraq belə bir gözəl adət var. Təsbih namazı qılınır bu gecədə. İnsanın heç olmasa ömründə bir dəfə təsbih namazının qılınması tövsiyə olunur. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm rəvayətlərində də təsbih namazından bəhs olunur. Xüsusi dualar var. Onu da inşallah izləyicilərimiz əgər istəyərsə müəyyən internet platformalarında var. Oradan baxa bilərlər. Əsas bu gecə Quran endiyinə görə Quran oxumağa vaxt ayırmaq lazımdır. Quranı anlamağa vaxt ayırmaq lazımdır. Quranla danışmağa vaxt ayırmaq lazımdır. Və ən önəmlisi də bu gecəni dua ilə keçirməyə çalışmaq lazımdır. Çünki Qədir surəsində də qeyd olunduğu kimi o gecədə mələklərin, Həzrət Cəbrailin hətta ruh deyə keçir, Cəbrailin mələklərlə bərabər yerə indiyi və belə deyək də, yer üzünə yayıldığı, bu gecədə dua edənlər varsa onların dualarına iştirak etdiyi, amin dediyi, hətta onlar üçün dua etdiyi söylənir. Bu baxımdan gözəl olar ki, vətənimiz, millətimiz, ümmətimiz, İslam coğrafiyası, bütün dünyanın əmin-amanlığı üçün, dərdlərinə çarə tapması üçün, xəstələrimiz üçün, qohumlarımız üçün, özümüz üçün, atamız, anamız üçün gözəl-gözəl dualar eləyək. Quran-ı Kərimdə keçən dualardır. Duanla daha çox vaxt keçirmək və ən önəmli dua da əslində Quran-ı Kərimdir. Və eyni zamanda tövbə istiğfar. İnsanın ən əsas hədəfi, məqsədi Allahın hüzuruna günahsız olaraq çıxa bilməkdir. Bu baxımdan bu günü, bu gecələri, bu son özəlliklə hal-hazırda olduğumuz günlərin onsuz da o başlanlığa biz qalxırıq. Əstağfurullah lazım deyərək, istiğfarla vaxt keçirmək, səmimi qəlbdən, bəlkə də bir tənhalığa çəkilib, göz yaşı tökərək Rəbbimizə yalvarmaq, Rəbbimizlə danışmağa çalışmaq bu gecənin daha faydalı keçirilməsi mənasına gəlir. Yenə də təkrar etmək istəyirəm. Bu gecədə mən gecə ayıq qalım, vaxt keçirim, televizora baxım, söhbət eləyim deyil. Burada əsas insanın özünə dönməsidir. Yəni ildə bir dəfə özü ilə danışması, həmhal olması, özünü bir sorğuya çəkməsi, Quranla olan, Allahla olan əlaqələrini bir daha gözdən nəzərdən keçirməsi və tələsməmək lazımdır. Mən bu qədər namaz qılmalıyam, bu qədər ibadət etməliyəm deyil. Təmkinliklə, yavaş-yavaş. O vaxtı əsas odur ki, səhərə kimi deyil. 1 saat eləyərsən, yarım saat eləyərsən, 15 dəqiqə eləyərsən. Burada müddətdən daha çox keyfiyyət önəmlidir. Bəlkə elə adam var ki, həqiqətən gecə
yuxusu onun üçün çox önəmlidir və ya nə bilim səhər işə gedəsidir. Hətta bəzən də olur, adam gecəsini ehya edir, sübh namazına qalxmağa vaxtı olur. Bu olmaz, bu günahdır. Sən Qədir gecəsini ehya edəcəm deyə ayıq qal, səhər fərz olan namazını qılma. Allah bunu istəməz. Bu hətta günahdır. O baxımdan vaxtı düzgün nizamlamaq lazımdır. Hətta planlamaq lazımdır. Mən deyək ki, 3 saat ayıq qalacağam, yarım saat Quran oxuyacağam. Ondan sonra bir neçə rükət namaz qılacağam, nafilə namaz qılacağım, dua edəcəm şəklində əgər biz bölərsək, inşallah o bərəkətindən istifadə etmiş olar. O zaten Quran-ı Kərimin də qeyd etdiyi kimi 1000 aydan daha xeyirlidir. Bizim orada etdiyimiz, mən bunu belə başa düşürəm. Hər hansı bir gözəllik, hər hansı bir yaxşılıq Allah-u Teala'nın rəhməti ilə, mərhəməti ilə 1000 illik etdiyimiz ibadətə sayılmış olacaq. Yəni sizin qıldığınız səmimi bir rükət namaz 1000 ildə qıldığınız nafilə namazın qarşılığını vermiş olacaq. Bəlkə bir səhifə oxuduğunuz səmimi belə işdən hiss edərək, təfəkkür edərək, Allahla danışır düşüncəsi ilə oxuduğunuz bir səhifə Quran 1000 il boyunca oxuduğunuz Qurana bərabər olacaq. Çünki bu Qədir gecəsi insanlıq arasında, bütün ümmətlər arasında, bütün digər dinlər də daxil Rəbbimizin sadəcə müsəlmanlara bəxş etdiyi bir gecədir. Bu da İslamın müsəlmanlara verdiyi dəyəri göstərir. O baxımdan həqiqətən deyirlər, Rasulullah sallallahu aleyhi ve sellem hədisi var, deyir, ağıllı mömin axirəti üçün çalışan mömindir, müsəlmandır. Biz də bu fürsətləri fürsət bilib çox çətin bir şey deyil. Yəni, elə bil ki, 365 günün son 10 gününü özümüz üçün vaxt ayırmış kimi hesab edək. Hətta tək günlərdə çıxanda 5 gün qalmış olur. O 5 gündə də həyatımızın, axirətimizin qurtulacağını düşünsək, təsəvvür etsək, fərqində olsaq, biz həqiqətən elə yuxumuz, biz istəməsək də yuxumuz qaçmış olacaq. Çünki Rasulullahın kim fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək Qədir gecəsini ehya edərsə, deyir, onun günahları bağışlanar. Hətta bu gecədə Rəbbimizin kitablarda, hədis kitablarında mələklərinə bir il içində olacaq insanların qədəri ilə əlaqəli də bilgi verildiyi, məlumat verildiyi söylənir. Yəni Qədir gecəsində bir növ bizim bir illik nə edəcəyimiz, nə olacağımız, kimimizin həyatda qalacağı, kimimizin nə işlə məşğul olacağı da mələklərə ayan olmuş olur. Ona görə daha çox istiğfarla məşğul olmaq, çünki Həzrəti Ayşə anamız da Qədir gecəsinin necəliyini soruşur Peyğəmbərimizə ki, ya Rasulullah, deyək ki, mən o gecəyə təsadüf etdim, necə dua edim. Çox belə bədii ədəbiyyat, qiraət kitablarında olan ifadələrlə olan dua deyil. Səmimi qəlbdən, işdən Allahümme inneke afuvun, ya Rabbi sən əff edənsən, tuhibbul affə, əff etməyi sevirsən, fa'fu anni, məni bağışla. Yəni, ya Rabbi sən tövbələri qəbul edənsən, mənim günahlarımı bağışla, mənim təqsiratımı bağışla demək, ürəkdən dedikdən sonra o ifadələr ərəbcə olsun, Azərbaycan dilində olsun, fərqli dildə olsun, çox da önəmli deyil. Əsas duada istək, səmimiyyət, işdən yanaraq, iki göz yaşı tökərək olarsa, Allahın izni ilə o gecəmiz faydalı olmuş olar. Belə bir gözəl təsbitlə qarşılaşdım mən. Deyir ki, Qədir gecəsi Ramazanın bizlə sağollaşdığı zaman bizlə qucaqlaşmasıdır sanki. Çox gözəl, həqiqətən elədir. Sevdiyi ilə sağollaşanda görüşənə dək deyir, məsələn, gələn ilə bir də görüşərik növbəti Ramazanı. Sağ ol deyərcəsinə, sanki bir tutur sıxır biraz da. Sıxır, biz də onu qucaqlamalıyıq. Yəni, siz düşünün bir insanla əgər görüşsəz, qucaqlaşsaz, o adam sizə üzünü tərs çevirsə, necə olar adam, çox pis olar. Bu mənada dediyiniz çox gözəl bir ifadədir. Əgər Qədir gecəsində Ramazan bizimlə qucaqlaşırsa, biz də onunla qucaqlaşmalıyıq. Dini nöqteyi nəzərdən də qucaqlaşmaq daha çox səcdə, daha çox dua anlamına gəlir. Onu da gözəl keçirsək, bir də axırı bayram var. Bayramı da gözəl idrak etdikdən sonra, ehya etdikdən sonra inşallah Allah axirətdə də bizə o bayramları yaşadar. Yəni bir növ Qədir gecəsi və digər gecələri mən belə başa düşürəm. Allah bəndələrini, qullarını o qədər çox sevir ki, çox fürsətlər yaradıb. Yəni bizi bağışlamaq üçün bir növ müəyyən bəhanələr qarşımıza çıxardır ki, bunu et. Bax, 1000 aydan, yəni 83 il bir insanın ömrü deməkdir. Daha
değerli olduğunu söylüyor. Yani hatta belə də deyirəm mən. Allah bir insanı cənnətə qoymaq üçün başqa nə etməlidir? Yəni bu qədər fürsətlər varkən Bir Ramazan belə görmədinizmi? Bəli, yəni bir Ramazanı yaşamaq sadəcə ac qalmaq deyil. Yəni Bəli. bu ac qalmaq imsak, iftar məsələləri sadəcə görünən tərəfdir. Əsas buradakı mahiyyət insanın ruhən, mənən tərəqqi etməsidir, yüksəlməsidir. Özünü o mənada inkişaf etdirməsidir. O tərəfə daha çox əhəmiyyət vermək lazımdır. Yoxsa insanoğlu həqiqətən gün boyu ac qalırsınız. 5 dəqiqədə yedikləriniz, hətta ilk loxmada belə deyirsən ki, bu muydu mənim 2 saat, 3 saat, 5 saat gözlədiyim? Ona görə ruhumuz doymalıdır. Və inşallah biz könlümüzü, ruhumuzu o qədər gözəl ibadətlərlə, belə deyək, ora məhsulu yığmalıyıq ki, bizi bir il o götürməlidir. Yəni biz Ramazanda sanki, belə deyək, telefonumuzu necə ki biz şarj edirik. Biz bir illik burada özümüzü şarj etməliyik ki, biz bir il o Ramazan bizi növbəti Ramazana çatdırsın. Yəni səhərsi gün bir həftə sonra yenə biz köhnə, belə deyək, hərəkətlərimizə, davranışlarımıza qayıdırıqsa, O artıq bizim daşımızın şişdiyin göstərir. Ramazanı biz demək ki, sadəcə aclıqla keçirmişik, Allah qorusun. Allah bərəkətli eləsin bu gecələri, bu Ramazana. İnşallah növbəti Ramazanlarda bizi çatdırsın. İnşallah. Allah razı olsun. Çox dəyərli fikirlər söylədiniz. Çox önəmli, əhəmiyyətli məqamlara toxundunuz. Bir daha sizə təşəkkür edirik. Mən də təşəkkür edirəm. Olaraq uzun bir yol gəldiniz. Allah razı olsun sizdən. Allah Taala elminizə bərəkətlər nəsib eləsin. İnşallah Allah bu gecələrimizi, bu ayımızı bizə mübarək eləsin. İnşallah növbəti Ramazana da hər birimizi çatdırsın. Məqsədinə uyğun. Allahın bizdən əslində əsas tələb elədiyi odur. Namaz qıldığımız zaman da məqsədinə müvafiq, yəni Allah bizdən nə istəyir, niyə namaz qılmalıyıq? Hətta Rasulullah buyurur ki, necə namaz qılanlar var, onun üçün sadəcə yorğunçuluqdur. Demək ki, namaz sadəcə hərəkətlərdən ibarət deyil. Necə oruç tutan var deyir, onun üçün sadəcə ac qalmaqdır. Demək ki, biz ibadətlərimizi, hər bir addımımızı, çünki şuurlu olmaq, işin fərqində olmaq, Allah bizdən bunu niyə istəyir? Onu düşünərək, Quran-ı Kərimdə çox yerdə düşünməkdən bəhs olunur, təfəkkür etməkdən bəhs olunur. Biz bunları düşünməliyik. Yəni bu namazdan əslində məqsəd nədir? Sadəcə hərəkətlərmi, yoxsa məni mənən inkişaf etdirməlidir? Oruç da eyni şəkildə, sədəqə də eyni şəkildə. O zaman din bizim üçün daha zövqlü, daha ləzzətli hala gəlir. Olmadığı zaman namaz yorğunçuluq olur. Quran-ı Kərimdə də münafiqlərin vəsifləri sayarkən namazı tənbəl-tənbəl, istəməyərək gəlir. Biz namazı sevərəkmi qılırıq, yoxsa güclə mi qılırıq? Orucu məcburiyyətdən mi tuturuq, yoxsa sevərəkmi tuturuq? Yəni bunları insan, yəni bu gecələrdə, xüsusilə də Qədir gecəsində oturub təfəkkür edərkən bunları da düşünməlidir. Yəni ki, mən həyatımda etdiyim ibadəti, həqiqi müsəlman olmaq lazımdır. Əgər biz bir işi görürüksə, düzgün görmək lazımdır. Namaz qılırsansa, düzgün namaz qılmaq lazımdır. Çünki ona vaxt ayırırıq. Bu baxımdan həqiqətən şuurlu müsəlman, anlayışlı müsəlman çox önəmlidir. Bugün İslam dünyasında, bəlkə də dünyadan biraz geri qalmağımızın səbəbi də odur. Biz müsəlmançılıq adını, həqiqi haqqını vermirik. O baxımdan da biz İslamı da düzgün təmsil eləmirik əslində. Düzgün, şuurlu müsəlman olmaq lazımdır və bu günlərdə, bu gecələrdə buna fürsət bilmək lazımdır. İnşallah. Allah sizdən razı olsun. Təşəkkür edirəm. Çox təşəkkür edirik. Mən də sizə, sizin komandanıza, bu proqrama uğurlar arzulayıram. Həqiqətən ay içində də izləyirəm. Çox bərəkətli, çox gözəlli qonaqlarınız oldu, mövzularınız oldu. İnşallah sizin üçün, sizin komandanız üçün, bu işə səbəb olanlar üçün də sədəqə-i cariyə olar, axirət sərmayəsi olar. İnşallah. Uğurlar arzulayıram. Allah razı olsun. Mən də bir Ramazan günündə tam bir Qədir gecəsinin astanasında sizdən bir dənə də söz alırıq ki, hədis dərslərimizə başlayacağıq sizinlə Minbər TV-də. İnşallah. Allah şahiddir. Hər birimiz üçün faydalı Allah şahiddir. olacağına. Minbər TV-nin minbərdən könüllərə yatır. Mənim könlümdə ayrı bir yeri var. Amma biraz məsafə uzaq olduğu üçün buraya gəlməyimi də Allah inşallah bunu göstərişə yazmaz. Səbəbdən biri də sizə verdiyimiz sözü yerinə yetirmək. Mənim üçün xoşdur. Allahın verdiyi bu fürsətdən istifadə. İnşallah. Dua edək ki, inşallah Allah fürsət yarasın. İnşallah, inşallah. Allah razı olsun. Allah razı olsun. Çox dəyərli Minbər TV izləyənlər. Bununla da növbəti bir Ramazan söhbətləri verilişimizin sonuna gəldik. Gələn görüşlər ümidi ilə Allaha əmanət olun. Allahu Ekber.
Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy ale's-salâh. Hayy ale's-salâh. Hayy alel-felâh. Hayy alel-felâh. Allahu